Bu gün Rusiya və İrandan bəzi qüvvələr talışların Avropada, Amerikada genişlənməsini istəmir və onların müstəqil hərəkət etməyini istəmir. Nəinki Rusiyada, nəinki Azərbaycanda, hətta Avropada və Amerikada müstəqil hərəkət etməyini istəmir. Bütün məsələni özündən asılı saxlamağa çalışır və buna görə də bəzi peşkək insanlardan, bəzi özünü hansısa dövlətin tulası kimi aparan insanlardan talışların əleyhinə istifadə etməyə çalışır. Talışlar bu məsələdə ayıq olmalıdır. Biz bütün bu təxribatlara fikir verməməliyik. Biz öz məsələmizə fokuslanmalıyıq. Biz nə qədər Avropada və Amerikada çox çalışarsaq, həm İranda, həm də Rusiyada olan talışların azadlığı, həm də Azərbaycanda olan talışların azadlığı bir onun artacaqdır. Bu onların daha geniş təbliğat aparması, dövlətdən daha azad təbliğat aparması ilə nəticələnəcəkdir. Bu yöndə biz talışlar aktiv olmalıyıq, həvəsdən düşməməliyik, təxribatlara gözümüzü yumub keçməliyik. Belə insanlara emosional olmaq lazım deyil və biz öz işimizlə məşğul olmalıyıq, öz qurucu prosesimizlə məşğul olmalıyıq.